marketoloq yaxud SMM-şik dediyiniz şəxslər gördükləri işə zəmanət verməlidirmi? Bu suala cavab vermək üçün biznesi bina kimi təsəvvür edək. Bina tikəndə ilk olaraq nə edirik? Torpaq seçirik, kimlərə xitab edəcək, mərkəzdədirmi və rəqiblərdən baha satmaq üçün hansı üstünlüklərimiz olacaq? Biznesdə də belədir. Kimə, harda, necə satacağıq və rəqiblərdən fərqimiz nə olacaq? İkinci başlayanda ən vacib şey təməldir. Zəlzələdə dağılan bina heç kəsə lazım deyil. Karkas hazır olanda evləri ucuz sata bilərsən. Bəs baha satmaq üçün nə lazımdır? Fasad, komfort və şərait. Bir sözlə binanı biznesə bənzətsək, marketinq onun fasadı və komfortudur. Marketoloq öz işinə zəmanət verə bilər. Amma biznesin təməli sağlamdırsa, təməl zəifdirsə, heç bir fasad binanı xilas etməyəcək. İndi sizcə, marketoloqun bunları bilmədən zəmanət verməyinin bir mənası varmı? Sahibkarın sualı yaranır ki, bəs yaxşı biz nə edək? Bu sayədə yaxşı mütəxəssis tapırsınız, onun dediklərinə yavaş-yavaş əməl edirsiniz və biraz da pul xərcləyirsiniz. Pul xərcləməsək olmaz, deyirsinizsə, ya təmələ xərcləyəsiniz, ya da belə.